Bu riyaziyyat bizə harda lazım olacaq? Sən hələ də belə düşünürsən. Adi pizza sifariş edəndə 2 dənə 20 sm-lik sifariş edək, yoxsa 1 dənə 40 sm-lik? Mağazaya gedəndə 100 manata ayaqqabını görüb almayıb, 30% endirimdən 150 manata görəndə dərhal almaq. Yeni sürücüsən və dar bir yoldan keçəndə maşın buradan keçər, yoxsa buferlə vidalaşım deyə elədiyin həndəsə hesablamalar. Toya və ya ad gününə gedəndə bizə nə qədər pul salmışlar, biz nə qədər yazdıraq deyə etdiyin hesablamalar. Gəlin qəbul edək ki, bizim bütün həyatımız riyaziyyatdır və mən sizə riyaziyyatı tam sıfırdan mükəmmələ doğru öyrədirəm. Hal-hazırda yay qruplarımıza qeydiyyat davam edir. Yay qruplarında dərslərimiz tam sıfırdan keçiriləcək. Əlavə olaraq hal-hazırda bacımın speaking və ingilis dilindən abituriyent qruplarına qeydiyyat davam edir. Əvvəla bacımın speaking qruplarına göstərdiyiniz yolun ilgindən dolayı təşəkkür edirəm. Mənə olan güvəniniz mənim üçün çox önəmlidir. Bacım hal-hazırda İtaliyada yaşayır və ingilis dilini mükəmməl səviyyədə bilir. IELTS sertifikatı da var. İngilis dili dərsləri üçün bacıma müraciət edə bilərsiniz. Dərslərlə bağlı ətraflı məlumat və qeydiyyat üçün bacıma yazmaq istəsəniz bacımın hesabını etiketləyəcəm. Mənə yazmaq istəsəniz də mesaj bölməsinə ad, soyad, oxuduğunuz sinifi qeyd edin.